Salam uşaqlar, daha bir məsələ ilə qarşınızdayım. Deməli, 51-ci suala baxırıq. Deməli, bizə bildirilir ki, x, y maddələr verilib və bizə birləşmədədir x-in kütlə payının azalma sırası ilə düzün. Baxın, birinci birləşməyə baxaq. X, y qeyd edirik. X-in kütləsini nə qədər verib? 7 qram. X-in üstə gətirib yazırıq, 7 qram. Bəs y nə qədər verib uşaqlar? Baxın, 2 qram verib. Bura qeyd edirik, 2 qram. Biz burada omega x'i tapaq. Omega x bərabərdir 7-ni bölürük 2 üstə gəl 7-yə. Vururam 100-ə. Yəni 700 bölünsün 9. İkinci birləşməyə baxaq. Yenə x, y qeyd edirəm. İkinci birləşmədə x 7-dir uşaqlar. Y-imiz isə bizə 3 qram verir. 3-dür. Biz buradan omega x'i tapsaq 7-ni bölürük 7 üstə gəl 3-ə. Vururam 100-ə. O da deyəcək 700 bölünsün 10. Sonra üçüncü birləşməyə baxaq. X, y yenə qeyd edirəm. X-imiz 21 qramdır. Y-imiz 8 qramdır. Qeyd olunur, baxın. Onda omega biz x-i tapsaq 21-i bölürəm. 21 üstə gəl 8-ə vuram 100-ə. Yəni 21, 2 dənə 0 bölünsün 29. İndi bunları azalma sırası ilə düzün deyir bizə. 21 2129-a böləndə gəlin biz bunu 3-ə bölək ki 700-ə çatdıraq da bunu. Sürəti 700 edək. 2100-ü 3-ə böləndə eləcə bu da 700. 29-u 3-ə böləndə təqribən 9 tam 20-ni də 3-ə böləndə 9 tam 16 təqribən. Deməli onda biz azalma sırası ilə biz bunu düzün deyirsə, burada ən az olan 2-dir. 2, sonra 3, sonra isə 1. 2, 3, 1. O da olacaq B variantı.